Salam əziz abituriyentlər, müəllimlər və kanalımın izləyiciləri. Yenidən xoş gördük sizləri. Biz davam edirik. Abituriyentlər üçün Koderanın yenilənmiş test vəsaitinin testlərinin izahından. Sonuncu paylaşdığım testlərin izahı 2.4 idi. Bugün isə 2.5-in izahları bu videoda yerləşdiriləcək. Birinci test nümunəmiz onluq say sistemində verilmiş. Baxaq testimizə. Bir saniyə qələmi aktivləşdirək. Onluq say sistemində verilmiş bir rəqəmimiz. Bu nədir? Gəlin bunu sadələşdirək. 512, 200-dür. Bir saniyə. Qələmimiz aktiv olmuş. Bir saniyə. Hə. Deməli, bu nəyi bildirir? 512, 200-dür, 9. Düzdürmü? Üstə gəl. 200'dür 8, üste gel. 200'dür 7, üste gel. 200'dür 6, üste gel. 200'dür 5, üste gel. 200'dür 4, üste gel. 200'dür 3, üste gel. 200'dür 2, üste gel. Burada ne yoktu? Bak 200'dür 1 yoktu ama 200'dür 0 var. Üste gel. Yine birimiz var burada bir tane. İndi bunu biz sadələşdirdik, düzdürmü? İlk sualı bundan bənzərləri var. Bunu belə izah edəcəm sizə. Bu nə deməkdir? Bir yanında 9 dənə 0, düzdürmü? Belə yaza bilərik. 1 var. 1. Yəni biraz həm diqqətli olun bu tip suallarda. Həm də biraz belə deyək də artıq açıq yazış qaydaları, yəni 2.5-ə qədər gəlib çıxa bilən istənilən abituriyent müəllim artıq burada açıq yazılışı bilir. 1 var. Daha doğrusu bir yanda 9-0. 1. Yəni 9-cu yerdə olan. 8. Bir yanda 8-0. Bir yanda 7-0. Bir yanda 6-0. Bir yanda 5-0. Bir yanda 4-0. Bir yanında 3-0. Bir yanda 2-0. Bir yanında 2-0. Burada bir yanında bak 2-0. Düzdürmü? Burada 2-0'da bir dənə burada birimiz var. Yani burada olan rəqəmim neymiş mənim? 0. Düzdürmü? Bu da 1. Niye 1? Burada belə götürək də 2, 4, 6, 8, 10. Bu 10 rəqəmli ədəd deyilmi? Bir yanda 9 sıfır idi. Sıfırları başladım əvəzləməyə. Bir yanda 8 sıfır, yəni 8-ci yerdə bu. Üzərin nömrələsəm, yəni biraz belə 0, 1, 2, bunu başqa bir yerlə nömrələyə bir saniyə. Daha aydın, daha anlaşılır olsun. Yenə deyirəm, birincini izah eləyəcəm belə. Digərləri daha anlaşılır olacaq məncə. Bu olacaq 0. Bu 1. Bu 2. 3. 4. 5. 6. 7. 8 və 9. Bu nə demək oldu indi? Yazanda necə yazırdınız? Yazırdınız 1 vurulsun 2 üstü 9. Eyni şey deyilmi? 1 vurulsun 2 üstü 9 və yaxud da 5 son 2 açıq yazılış qaydasında. Ona görə diqqətli olaq. Bunu buradan silək. Və biz nə etməliyik? Bizim alınan rəqəmimiz bu oldu. Bura qədər. Bura qədər. Amma burada plus birimiz var. Plus 1. Biz bu cəmi göstərsək, 1-in üstünə 1. 0 yazacağım 1 yadda. 1, 2, 4, 6, 8 dənə birimdə düşəcək bura. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli 9 dənə 1 olacaq, bir deyə 0. Bu da olacaq C variantı. Diqqətli olun bu variant. Bu test nümunələrində. Davam edirik ikinci test nümunəmizlə. Fikir versinizsə 34 onluqdadır. Ona görə də üzr istəyirəm. Ona görə də biz bunu mütləq nə etməliyik? X-i tapmalıyıq. Tənlik halına gətirməliyik. Nə edirik? 0, 1, 0, 1. Olur nə buradan yazaq? 2x üstə gəl 2, üstə gəl 34 bərabərdir 5x üstə gəl 6. İndi biz x-ları bir tərəfə keçirsək, onda olacaq nə? 3x bərabərdir. Bu 6 idi. 30. X da bərabərdir bizə nəyə? 10-a. Bizə nə deyir? Ən böyük rəqəmli ədədin ikincidə ən böyük rəqəmli ədəd, yəni onluq say sistemində ən böyük rəqəmin
9'dursa mənim ən böyük rəqəmli ədədim də 99 olmuş olacaq. Üçüncü test nümunəmiz elə bayaqkı test nümunəsinə bənzərdir. Baxın, bu hissəyə qədər. Baxın, ona görə deyirəm ki, hər dəfə bunu açıq yazılışa gətirməyəcəksiniz. Yəni, belə düşünək də, burada nə alınır? 2 üstü 9, üstə 2 üstü 8, üstə 2 üstü 7, üstə 2 üstü 6, üstə gəl 2 üstü 5, üstə gəl 2 üstü 4, üstə gəl 2 üstü 3, bayaqçından fərqli məqam. Üstə gəl 2 üstü 2, üstə gəl 2 üstü 1, baxın ikisi var, üstə gəl 2 üstü 0. Normalda bu nədir? Bu yazılış. Bu yazılış mənə, bilirsiniz nəyi verir? 10 dənə 1-i verir. Yəni, bu yazılış mənə, bax, 10 dənə 1 verəcək yanaşı. 2, 4, 6, 8, 10 dənə 1. Fikir verin, 10 dənə 1-in üzərinə mən burada bir dənə də 1-im var. Bu 1-i gələndə alınacaq, belə deyil. Biz deyirdik, həmin say sistemində ən böyük, məsələn, 10 rəqəmli ədədin üzərinə biz 1 əlavə eləsək, həmin say sistemində ən kiçik n plus 1 rəqəmli. Məsələn, 10 rəqəmli idisə necə olacaq? 11 rəqəmli ən kiçik ədədim alınmış olacaq. Ona görə də belə tip nümunələrdə hesablamadan daha çox məntiqə yönəlir. Və burada doğru cavabımız olacaq D variantı. Yenə də cəmləyirik 0, 0 biatda, 0, 0, 0. O formada davam edir. Çünki qayda deyirəm sizə. 9 rəqəmli ikili say sistemində ən böyük 9 rəqəmli ədədin üzərinə 1 gələndə ikili say sistemində ən kiçik 10 rəqəmli ədədidir. Məsələn, 9 rəqəmli idisə, burada 10 rəqəmli oldu, səhvlənməmişsə, 10 rəqəmli isə indi 11 rəqəmli olmuş olacaq. Deməli, burada doğru cavabımız olacaq D variantı. Verilmiş bərabərliyə əsasən X və Y üçün ən kiçik qiyməti. Bax, bu tip nümunələrdə də biraz diqqətli olun. Bunları vurub atsaq, nə alınır burada? Alınır 2x üstəgəl 5 bərabərdir. Bir saniyə. 5 bərabərdir 4y üstəgəl 3. Mənim bir dənə burada fikir verirəm. X nə ala bilər? X-in 5-dən böyük qiyməti, düzdürmü? X 5-dən böyük qiymət ala bilər. Y isə 4-dən böyük qiymət ala bilər. Düzdür? Mənə deyir, X və Y üçün ən kiçik qiymət. 4-dən böyük qiymət ala bilərsə, bu. Elə Y-dən gedək. Ən kiçik nə verə bilərəm buna? 5 verə bilərəm də. O zaman nə alınır? 2x üstəgəl 5 bərabərdir. 5 versəm 23 olmuş olar. 2x da bərabərdir. 23-dən 5 çıxsam 18. Düzdür? X da bərabərdir 9. X-im oldu 9. İndi baxaq. Y-imin 5 qiymətində X-im 9. Mənə X və Y qiymətləri üçün belə deyək də qiymət istəyir. Yəni mən X-imi tapdım 9. 9. Y-imi isə, bax bu variantı ümumidə. Məsələn, burada eləmək olar bunlar əslində. Baxın, dördlük necə dördlükdə olsun? Bax, B variantı çıxırdı, D variantı çıxırdı, bu variant çıxırdı. Yəni, bunun ən böyük elementi 6 olmalıdır. Yəni, oradan. Amma doğru cavab variantımız olur C variantı. X-in 9, Y-im isə 5 qiymətini almış olur. Bu tip test nümunələrin tapmaca tapmayaraq həll etməyin qaydası budur. Vurun açın, tənlik sistemi halında saxlayın. Sonra X və Y-in ala bildiyi ən böyük qiymətlərdən yola çıxın. Yəni, belə deyək də, ala bildiyi, əgər bizə ən kiçik qiymət, təbii ki, orada ala biləcəyi ən kiçik qiymətlərdən başlayaraq düzgün variantı tapmış ola bilərik. Eyni test nümunəsi yenə buna bənzər bir şeydir. Burada nə olacaq? X plus 4 bərabərdir 4, Y plus 1-ə. Mənim X-im nə alacaq? X-im və Y-im hər ikisi 4-dən böyük qiymət alacaq. Düzdürmü? Yenə ən kiçik qiymət deyir. Ona görə burada 4-dən böyük. Buna bir dənə 5 versəm, onda nə olar? X plus 4 bərabərdir 21. Düzdür? 21. X də bərabər olur 17. Mənim 17 qiymətində X-imin 17 qiymətində Y-im 5 almış olacaq. Bax, bayaq elə verdik də qiyməti. Y-ə bir dənə 5 verdik. Bax, bu Y ala bildiyi, Y-in ala bildiyi ən böyük qiymət, belə deyək də, ən böyük demək də, Y ala bildiyi qiymətlər silsiləsinə baxsaq, 5-dən böyük qiymətlər ala bilir. Ən kiçik qiymətliliyinə görə mən elə burada Y-ə 5 versəm, burada tənliyi həll edə bilərəm. Mən X-imi 17 tapıram.
Demək, mənim doğru cavab variantım 12-ci sualda olacaq D variantı. Yenə deyirəm, bu tip testləri vaxt aparmasın deyə həll etməyin qaydası belədir. Biraz daha ehtiyatlı, biraz daha diqqətli olun. Baxın, hər zaman ala bildiyi qiymətlərə baxın. Nəyi ala bilir? X və Y hansı qiymətləri alır? Burada diqqətli olun. Daha sonra cəmi onluq say sistemində ifadə edin. İstəsək bunu cəmləyib də keçirdə bilərik. İstəsək belə də yaza bilərik. 0, 1, 2, 3, 4. Bunu açsaq olacaq. Bircə saniyə ver. Ekran biraz təmizləyib bu hissəni. Üzr istəyirəm. Aha, tamam. Davam edək biz burada. 13-cü test nümunəmizdə bizdən nə istəyir? Bizə deyir ki, bu cəmi onluq say sistemində göstərin. Öncə gəlin onda bunu cəmləyək. Qələmimiz də yoxa çıxdı. Hə. 10 yanında 2, 5 dənə 1. Deməli, 1, 2, 3, 4, 5. Üstə gələk. 3 birimiz buradadır. Bir də 0, 1. Bunu cəmləyək. 0 yazıram bir yadda, 1, 1. 0 yazıram bir yadda, 1, 1, 1. İndi mən bunu onluq say sisteminə keçirmək üçün nə etməliyəm? Açıq yazılış qaydasından istifadə edərək nömrələməliyəm. Təbii ki, nömrələsəm, mən aşağıdan nömrəliyimdə belə deyil, üstündə yer yoxdur. 0, 1, 2, 3, 4, 5, 6. Onda olur 64, üstə gəl, 32, üstə gəl, 16, 8 yoxdur, üstə gəl, 4, üstə gəl, 2. Yəni bunu biz qruplaşdırsaq 20, 22, 54, başına 54 gələndə 8, 118 etmiş olur A variantı. 13-cü sualımızda da olur A variantı 118. Deməli, açıq yazılışa gətiririk, sonra onluqda bunları cəmləyirik. Doğru yazılış qaydamız belədir. Davam edək. Tənliklər sisteminə gətirməyinə və yaxud da bunu keçən dərslərdə də izah eləmişəm. 14-cü test nümunəsi kimi testlərimizdə çalışın sütunlu toplayıb. 2 saniyə. Lavno silindir. Variantlar bəlkə də kimsə indi baxır. Deməli, gəlin bunu alt-alta yazaq. 3, 2, 3, 4 x-lıqdadır. Bilmirik neçəlikdədir. Üstə gələk. 3, 4, 5. Yenə x-lıqdadır. Alınıb nə? 3, 2, 0, 1. X-lıq say sistemində. 4-ün üstünə 5 gəlib. Olub 9. Gəlin buradan yazaq. 9. 9-dan nə çıxıb ki bu? Neçəlik say sistemin çıxıb ki? Burada 1 yadında qalıb və 3 alınıb. Demək, burada 6 çıxıb. Düzdürmü? Gəlin baxaq. Bu həqiqətən 6-lıq say sistemində olsa, baxın 6-lıq. Məsələn, düşünək 6-lıq. 9. 3 çıxdı, 6 çıxdı, 3 bir yadda. 7, o da 1, 8. 8-dən 6 çıxdı, 2 bir yadda. Düzdürmü? 6, 0, bir yadda. Deməli, doğru cavabım olacaq nə? 6-lıq say sistemində olmuş olacaq. Bunu tənliklər sisteminə gətirsəz, nə qədər vaxt gedəcək? Ona görə də çalışın, sütunlu yazın. Sütunlu formada həll edin. Deyir ki, hansı say sistemində 51 onluq ədədi 3 rəqəmi ilə qurtarmır? Yəni, 51 onluq ədədin biz hansı say sisteminə keçirsək 3 ilə qurtarmaz. Təbii ki, burada 48, 51-i 48-ə bölsə 3 olacaq, qurtarır. 51-i, gəlin buradan bölək. 4-ə bölsək, bir dəfə, 11-in 2 dəfə, 8 çıxanda 3. Bu da qurtarır. 48 edir, yəni bu. 3, bu da getdi. 6-lıqdırsa yenə qurtaracaq. 8 dəfə 48, 3. Demək, bunlar deyil. 24-dürsə 48 yenə alınacaq. Amma 51-i üçlü say sistemində səhv eləmirəmsə bircə saniyə 51-i 3-ə böləndə
15 dəfə alınacaq 45, 6 ilə qurtaracaq. Bəli, burada doğru cavab olacaq. Y variantı olmuş olacaq. Diqqətli olun, biraz diqqət istəyir. 2.5-in də tapşırıqları. 15-ə qədər buradan gəlmişik. 3-15 aralığını həll etdik. Birinci saniyə ekranı təmizləyək. Davam edək növbəti test nümunələrimizlə. Deməli. Və buradan davam edirik 4-16 aralığı ilə. Deyir ki, 245 16-lıq ədədin onluq say sistemindən 2-lik 8-lik say sistemində ifadə edək. Biz nə etməliyik? Əgər 16-lıqdırsa, mən o variantdan yola çıxıb tez rahat qayda üçün buradan keçəcəm. 245 16-lıqdan 2-liyə keçsəm, bu necə olacaq? Olacaq 10, 4 olacaq 0, 1, 0, 0, 105, daha doğrusu 5 də olacaq 101, amma əvvəlində bir dənə 0, düzdür, 4 ayıranda. Deməli, mən baxıram, sonu 101 ilə qurtarmalıdır, D deyil. İkilik say sistemində olan deyirik təbii ki. Bu qalsın, bu da deyil. D-ni 2 dəfə yazıb, yəqin ki, C variantıymış. Bu da deyil. İndi ya mənim variantım A-dır, ya da Y-dir. Baxın, bir də ikiliyə keçməklə mən biləcəm artıq burada. Baxırıq ki, fərqli rəqəmlərdir. Baxın, hələ buradan tapa bilərik biz. 3-ü sayırsam, bu olur 5. Düzdürmü? 5. Bu olur 100. Bu A variantı doğru variant olmuş olacaq. Çünki baxın, bunu 3-ü sayırdım, bu olur 5. Düzdürmü? Bunu 3-lü istəyirəm 4-4. 4-4-ü ayırsam 8, 4, 2, 1 başqa bir rəqəm alınır. Ona görə bu da deyil. Deməli, 4-cü sualda doğru variantım olacaq A variantı. Digərlərini keçməyə ehtiyac olmadı. Vaxt qazandım. Elə bir də ikiliyə keçməklə tapdım. Cəmi ikilik say sistemində müəyyən edək. Deməli, 1, 0 deyildi. 4 dənə 1, bir də 0. 1, 1, 1, 0. Üzərinə gəlirəm. 3 dənə 1, 3 dənə 1, 2 dənə 0, 2 dənə də 1. 1, 0 yazacağım bir yadda, 1 yazacağım bir yadda, 0 yazacağım bir yadda, 0 yazacağım bir yadda, 0 yazacağım bir yadda, 1, 1. Deməli, alınacaq 11, 3, 0, 101. 5-ci sualımda da doğru cavabım A variantı olmuş olur. Növbəti test nümunəmiz açıq yazılış forması hansı ədədə aiddir? 2 vurulsun 803. Deməli, bu 8-lik say sistemindədir. İlk rəqəmim 2-dir. 2 vurulsun. Baxın, 2 vurulsun. Gəlin bunları bir-bir açıq yazılışa gətirsək. 0, 1, 2, 3. 8 vurulsun 800. Əslində bunlar ola bilməz. 8-ci say sistemin elementi də heç bu 8-lər. Bunlar təməlli yazılış səhvdir. Digərləri isə 2, birinci rəqəmimiz olur 2. İkinci rəqəmimiz olur 3. Üçüncü rəqəmimiz 2, dördüncü rəqəmimiz 4 olur. Burada da doğru cavabımız olmuş olacaq 6-da. D variantı. 7 görünmür, ona görə 16 ilə davam edirik. Hansı ədəd 8-lik say sisteminin ədədi ola bilməz? 8-likdə demişdik ki, elementlər nələrdir? 0, 1, 2, 3, 4, 5, 6, 7. Ən böyüyümüz 7. Hər biri ola bilər, C variantı ola bilməz. 3 üstə gəl 3 bərabərdir. 3-ün üstünə 3 gəlib 10 edib. Bu hansı say sistemində doğru olar? Hansı say sistemində doğru olar? Deməli, bu ilib 6. 6, 3-ün üstünə 3 gəndə 6 etmirmi? 6 ilə 6-lıq say sistemində 6 altılıq say sistemində 6 yoxdur axı. Ona görə 6 çıx 6. Bu da eləyir 0. Bir də keçir qabağa 10 edir. Deməli, 6-lıq say sistemində bu variantımız doğrudur. Daha sonra meyvə bağında 30 alma, 21 armud, 5 cavalı, 4 albalı ağacı var. Cəmi bu qədərdir. 63 ağac var. Bunları istəsək, bir saniyə bura ekranı biraz təmizləyəcəm. Bunları istəsək biz meyvə ağaclarını tənlik kimi də həll edə bilərik. Yəni tənlik kimi yazaq. Ona görə ekranı təmizlədim ki, burada qalsın. Burada nə olacaq? Olacaq 3x üstə gəl. 2x
üstəgəl 1. Bu səliqəsiz yazır qələm. Bir də saniyə. Sürüşür ola bilər. 3x üstəgəl 2x üstəgəl 1 üstəgəl 5 üstəgəl 4 bərabərdir. 6x üstəgəl 3-ə. Düzdürmü? Cəmi ağaclar bu qədərdir. Mən bunu sadələşdirsəm, x bərabər imiş nəyə? 5x. 6, 10, ondan da 3 çıxanda 7-yə. Deməli, burada biz tapdıq ki, say sisteminin əsasından gedir söhbət 7-dir. 7 olanı götürürük. İndi digərlərini çıxırıq. Əvvəl x-imizi tapırıq. Daha sonra mən 63 ədədini 7-lik say sistemindən 10-luğa gətirirəm. 0, 1. Deməli, nə olur? 42 üstəgəl 3. Bu da olur 45 onluqda. Doğru cavab variantım olur D variantı. Daha sonra ən böyüyü müəyyən edin. Bunu bir-bir gələk çevirək. Bir saniyə, onu da ekran yenə təmizləyək. Bu tapşırığı da bir-bir çevirək. Ən böyüyü müəyyən edin. Ən böyüyü müəyyən edin. 5-lik, 2-lik say sistemində. Əslində, bunu çevirməyə ehtiyac yoxdur. Nəyə görə? 3 vurulsun 8-in kvadratı. Bu olacaq 3 vurulsun 256 məsələn. Bu isə baxın 0, 1, 2, 3, 4. 5 üstü 4. Təbii ki, ən böyük hələ bu olacaq. Ən böyük budur. Çünki rəqəm sayına baxanda deyə bilərsiniz ki, bəs müəllim, burada ikilikdə daha çox rəqəm var. Amma 2-nin kvadratı ilə 5-in kvadratının arasında fərq var. Ən böyük müəyyən edin deyir. Ona görə də ən böyüyümüz olacaq C variantı. Bunu da vaxt aparmıram, çevirmirəm. Biraz da məntiqsel yanaşın bu tapşırıqlara. Deməli, 19, 7-ni yazmamışıq buradan. Yadımızda qalsın, ötürməyək. 19 yazılıb, 7 yox. Deməli, davam edirik. 7-23 arası. Verilmiş fikirlərə əsasən hesablamanın ən böyük qiymətini onluq say sistemində müəyyən edin. 1A ədədi onluq say sisteminin ən böyük rəqəmidir. Birincidə, yəni onluq say sisteminin ən böyük rəqəmidir. A-ya belə bir qiymət verildi. A nədir? Onluğun ən böyük ədədidir. Deməli, A-m 9-dur. B tək ədəddir. Amma tək ədəddirsə B-m ola bilər nə? 1, 3, 5, 7, bir 9 ola bilməz. Çünki A-la eyni deyil. Sonra deyir ki, A böyükdür B-dən. Şərti var. A böyükdürsə B-dən, bizdə burada nə istəyir? Bərabərlik ödəndiyi bir şey deyir yəqin ki bizə. Burada da B-nin nə ola biləcəyi hesablamanın ən böyük qiymətini. Ən böyük qiymət dediyinə görə mən bu ən böyük qiyməti oxumamışam burada şərtdə. Ən böyük qiymət bax budur. 9 və 7 üçün ən böyük qiymətlərə baxacağam. Deməli, alıram 121 9-luq say sistemində üstəgəl 121 7-lik say sistemində. Bu da bərabərdir. 1 vurulsun 9-un kvadratı, yəni 81, üstəgəl 18, üstəgəl 1 bərabərdir. 81 olacaq 19. 81-in də üstünə 19 gələndə 100. Düzdürmü? Bu 100 oldu. İndi 121 üçün baxaq. Olacaq nə? 49 üstəgəl 14 üstəgəl bu da 1. 15. 49-un üstünə də 15 gələndə olacaq 4. Bir yadda 64. 164 də bizdə ən böyük cavab olmuş olacaq. Burada ən böyük qiymət dediyinə görə, yəni B-nin ala biləcəyi ən böyük qiymətdən yola çıxmalıyıq. 7-ci test nümunəmiz də olacaq C variantı. Daha sonra 8-ci test nümunəsində deyir, hesablamanın sol tərəfi onluq say sistemində verilib, sağ tərəfin hansı say sistemində olduğunu müəyyən edin. Sol tərəf onluqdadır. 2-nin üstünə 3 gəlib, deməli. 8-ci test nümunəmiz. 2 üstü 3 gəlib olub 5. 5 bərabər olub onluqda x-a. Daha doğrusu 10x-a. 0, 1. Onda x-in bərabərdir 5-ə. Mən 5-i tapıram burada. Davam edək. Buradan 12. Burada alınıb 12.
onluqdadır, bərabərdir 22 x-lıqda. Onda buradan 2x plus 2 bərabərdir 12. 2x bərabərdir 10-a, x bərabərdir. Bir saniyə, qalan çıxdı. Hı -hı. X bərabərdir 5-ə. Mən yenə x-ni 5 tapdım. Bu neçə eləyir? Bu 7. 7 bərabərdir x plus 2-yə. X də bərabərdir 5-ə. Mənim doğru cavabım olur D variantı. Daha sonra yenə bir verilmiş hesablamaya əsasən ən böyük qiyməti. Bir A 8'lik say sisteminin ən böyük rəqəmidir. A-mı tapdım. A-mı oldu 7. B tək ədəddir. Hı -hı. B tək ədəddir. Ən böyük qiymət üçün istəyir. Fərqli qiymətdirsə, deməli 5-dir. Çünki fərqə baxın, A böyükdür B-dən. Eyni qiymət deyil. Ona görə də mən bu cavabı tapanda olur 23 A-lıqda A 7-likdə üstəgəl 13 5-likdə. Bu da bərabərdir 14 17. Üstəgəl 5 3 8. Doğru cavabım olur 25. Ən böyük qiymət təbii ki 9-da da olacaq Y variantı 25. Yəni ən böyük qiymət deyirsə, mən mütləq tapmalıyam ən böyük qiyməti. B tək ədəddir. Təbii ki 8-lik say sistemində ən böyük ədədim B-də rəqəmim 7-dir. 7-dən sonra ala biləcək tək qiymət 5-dir, yəni ən böyük. Təbii ki belə yola çıxa bilərsiniz. Davam edək növbəti 20-ci test nümunəmizlə. Ekranda düşdüyü qədərilə burada izah edirəm. Ona görə də diqqətli olun. Hər bir testi çalışacağım izah edim. Yenə də x-lıq say sistemidir. Bunun ən rahat qaydasını izah elədim sizə. Deməli, biz bunu nə edirik? Alt-alta toplayırıq. Onda daha rahat görünür hansı say sistemində olmağı. Bərabərdir 62-yə. X-lıqda. 5-in üstünə 5 gəlib 10. Ondan neçəlik say sistemi çıxıb ki, bu 2 alıb burada. 8-i, düzdürmü? 8 çıxanda 2, 1, yadda 6. Deməli, doğru cavabım olacaq A variantı 8. Amma bunu belə də yaza bilərsiniz. Daha heç bir fərqi yoxdur. Məsələn, yazırıq ki, 3x plus 5 plus 2x plus 5 bərabərdir 6x plus 2. Buradan da x nəyə bərabərdir? 10, ondan da 2 çıxanda 8. Fərq eləməz. Bu formada tapmaq, bu formada da tapmaq. Növbəti test nümunəmizə baxaq. 18 üstəgəl 78 verib bizə 90-ı x-lıqda. 8-in üstə 8, 16. Demək, 16-lıq say sistemindəymiş bu. 16-dan da 16 çıxıb 0 yazıb 1 yadda. 8 o da 1, 9. Deməli, əsasım neçəymiş? 16-lıq say sistemi. Eyni qaydana bunu da belə x-ni aça bilərsiniz. X plus 8 plus 7x plus 8 bərabərdir 9x. X bərabərdir. Oradan 8 plus 8 16-nı vermiş olacaq sizə. 22-ci test nümunəmizə baxaq. 34 x-lıqdadır. Plus 21 verib bizə 55-i. Doğru olduğu say sistemin əsası. 4-ün üstə 5, 5. Demək, bu doğru olan say sistemi olaraq 6-lıq ümumiyyətlə. Burada məsələn, baxın. Əsası, biz bunu x kimi tapsaq, 6-lıqda doğrudur, düzdürmü? Amma bu test nümunəmiz 10-luqda da ödəyir. 8-likdə də ödəyir. Amma burada bir sual olmalıdır ki, ödədiyi ən kiçik. Ən kiçik sözü olmalı idi ki, biz bunu bilək ki, ən kiçik qiyməti hansıdır? 6-lıqdır. Amma digərlərində də ödeyə bilər. Ən kiçik olsa belə olardı. Davam edək. Burada 23-cü sual. Deyir, Həsən öz yaşı haqqında aşağıdakı fikirləri söyləmişdi. Həsənin hal-hazırda 52 yaşı var. Həsənin 52 yaşı var. 23 il əvvəl 25 yaşı olanda. Deməli, onun 23 il əvvəl belə 25 yaş. Üstünə 23 yaş, yəni 23 ili gələndə bugünkü yaşı idi bunun. Alınıb 52. Onda mən belə nəticə çıxarda bilərəm. Bu x-lıq say sistemində isə 8-in üstünə 5-in üstünə 3, 8, 8-dən neçə çıxıb ki bu? 2 ilib 6. Düzdürmü? 6, bir yadda, bu da 5. Deməli, əsas 6-lıq say sistemindən söhbət gedir, say sistemin. Həsən öz yaşını hesablayın deyir və yaxud da ifadə etdiyi yaşı deyir. Yəni, 25 yaşının üstünə 23 il gələndə 52 yaşı, bugünkü yaşı alınır da onun. Başa sala bilirəm. Ona görə bunu da hələ x-lıq say sistemi kimi nəzər eləsiniz belə. X-lıq say sistemində versək, əsası tapmış olarıq ki, 6 olmuş olur. Davam edək bu hissədən. Bir saniyə. 9 deməli
10 ilə 24-ü də buradan izah eləyək, sonra yeni səhifəyə keçmiş olarıq. 10-cu sualda nə deyir? 7-lik say sistemində cəmi toplayın deyir. Toplayaq. 3, 5, 6, 7-likdədir təbii ki. Üstəgəl 4, 5, 3, 7-likdə. 9, 9-dan 7 çıxacaq. 2 yazacaq bir yadda. 10, o da 1, 11. 11-dən 7 çıxacaq. 4 yazacaq bir yadda. 7, o da 1, 8. 8-dən 7 çıxacaq. 1, 1 də yadımızda. Doğru cavabımız olacaq 1, 1, 4, 2, A variantı nə idi? 10-da olacaq C variantı. A variantı. 10-cu sualımızda olacaq C variantı. 24-cü sualımıza baxaq. 8-lik say sistemindədir, 1 x-lik say sistemində. Gəlin çevirək. O zaman olacaq 1, 2, 2, 8-likdən bərabərdir 82 x-lığa. Vurub açaq. Olacaq 1 vurulsun 8-in kvadratı 64. Üstə gəl 16. Üstə gəl 2 bərabərdir 8x üstə gəl 2-yə. Buradan da 8x bərabərdir 70, 80. 82 çıxılsın 80-ə. X da bərabərdir 10-a. Bizə deyir ki, x-i müəyyən edin. X-imiz 24-də olmuş olur. A variantı, yəni 10. Bu tip test nümunələrindən də bir xeyli işləmişik. Ona görə bunlar artıq necə rahat test nümunələri sayılır sizlər üçün. 25. 25-ci test nümunəmizdə nə deyir? Yenə də eyni test nümunəsi kimi tapşırıqlardır. Burada 8-lik say sistemindədir, cəmi tapın. Qələmimizi tapsaq. Deməli, cəmi buradan yazacağım. 4, 2, 3. 8-lik say sistemində üstəgəl 7, 3, 7. Yəni 8-lik say sistemində 10, ondan 8 çıxacam 2, 1 yadda, 5, o da 1, 6, 11, 8 çıxanda 3, 1 də yadımda. Doğru cavabım olacaq 1, 3, 6, 2, A variantı. Daha sonra yenə x-lıqdır. Gəlin bunu yenə əvvəlki qaydana yazaq. 55 x-lıq say sistemində üstə gəlinsin. 37 x-lıq say sistemində mənə cəm olaraq nə verir? 92-nin. Burada 9 var deyə bu olmaz. 7 olmaz. 16'lıq olmaz. Çünki 12 C verməli idi. 13 olmaz. Demək doğru cavabımız 10'luqda. Elə 10'luqda da ödəyir ki, yəni 92-dir. Yəni 55 üzərinə 37 qələmdə eyni cavab vermiş olur. Bir riyaziyyatçı öz haqqında belə bir fikirlər söyləyir. Mən 54 yaşımda orta yaşlı bir dənə kişi idim və düz 2 ildən sonra 100 yaşım olacaqdı. Yəni, baxın, 54 x-lıqda. 2 ildə x-lıqda gəlib üzərinə və verib 100-ü. 6, belə götürək də, 6-dan 6 çıxıb, 0 yazıb 1 yadda. Bu deməli 6-lıq say sistemində danışır, hal-hazırda tapıram. Və bunun sevdiyi qız məndən 15 yaş balaca idi, onun 35 yaşı var idi. Burada riyaziyyatçının bir ifadə elədiyi say sistemi. Elə 54-ün üzərinə 2 gələndə 100 verirsə, bu mənə doğru cavabı 6, yəni 6-lıq say sistemində olduğunu müəyyən etmiş oluram. Daha sonra verilmiş bərabərliklərin sağ tərəfinin ifadə olunduğu say sistemi sol bilinir ki, sol deyir onluqdadır. Bu bayaqki test nümunəsinə oxşayır. O fərqlidir. Deməli, burada nə deyir? 5 bərabərdir. Bərabərləşdirək də bunu. Sol tərəf onluqdadır. 5 bərabərdir 10 x-lığa. Buradan da x bərabərdir 5. Bunu tapdıq. 12. Daha sonra 12 bərabərdir 2x plus 2-yə. X də bərabərdir. Burada 5 olur. Burada 11. 11 bərabərdir 2x plus 1-ə. 2x bərabərdir 10-a, x bərabərdir 5-ə. Mənim doğru cavabım 5 olmuş olur. Verilmiş ikilik say sistemində ifadə olunan ədədlər arasında ən böyük və ən kiçik olanını müəyyən edin. Bizə deyir ki, ən böyük və ən kiçik olanını. Baxın, bizdə ən böyüyü nə olar? Var rəqəmlərin sayına. Fikir verin, hamısı demək olar eyni rəqəmlidir. Bu bir dənə, bu fərqlidir. Rəqəmin sayı azsa bu ən kiçiyimdir.
Yəni bu mənim ən kiçik rəqəmimdir. Heç ən kiçik rəqəm elə burada C variantı olmuş olacaq. Rəqəmin sayı azdır, düzdürmü? Digərlərində rəqəmlərin sayı eynidir. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. Digərlərində eynidir. Mərtəbə vahidlərinə baxırıq. Birinci mərtəbəsi 1. Hamısında 1-dir. İkinci mərtəbədə 1. Artıq burada 0-dır. Deməli, bunlar ən böyük ola bilməz. Buradan davam edelim. Üçüncü mərtəbəmiz demək ən böyüyüm olacaq 4, ən kiçiyim olacaq 2. Doğru cavabımız olacaq burada C variantı. Daha sonra 16-lıq say sistemində ifadə edək. Bu nədir? 2 üstü 3-ün üstü 5, düzdürmü? Üstəgəl 2 üstü 5-in üstü 2. Üstəgəl 62 qalsın belə. Bunu 16-lıq say sistemində göstərsəm, bu nə olur? 2 üstü 15. 2 üstü 15'i mən 2 üstü 4 kimi necə parçalayayım? Bu olur 3, vurulsun 12, bu da 2 üstü 3 olur. Bu nə deməkdir? 8 yanında 3 dənə 0. Qüvvət sayı qədər 0-dır, qalıq da qabağa keçir. Deməli, növbəti 2 üstü 10-a baxaq. Bərabərdir. 2 üstü 4, üstü 2. Oldu 8, vurulsun 2 üstü 2. Bu nə deməkdir? 4 yanında 2 dənə 0 deməkdir. Bu cəm mənə verir 8, 4, 0, 0. 62-ni mən 16-lığa keçirsəm, 62-ni 16-lığa. 3 dəfə 48, 4, düzdürmü? 14, Y. 3 Y. Biz de saniye gələnini götürdük. Bu da olur 3 Y. Onda bizdən cəmi hissəsi olacaq 8, 4, 3 Y. Elə bir cavabımız 8, 4, 3 Y. Baxın. Burada yazıb 14. 14 olmaz. 16-lıqda 3 Y olmalıdır. Daha sonra eyni cəmi bizdən istəyir ki, bir saniye ekran biraz təmizdir, qarşılığı olur. Eyni cəmi bizdən istəyir ki, 40-cı sualımızda həmin cəmi deyir ki, 8-lik say sistemində yaz. Yenə də bunu yazıram. 2 üstü 15, 3 üstü 5 kimi, üstəgəl 2 üstü 10, üstəgəl 62. Mən bunu parçalasam 2 üstü 3 kimi nə olar? 5. Yəni bir yanda 5 dənə 0. 5 dənə 0. Üstəgəl 2 üstü 10'u parçalasam 2 üstü 10'u 3 kimi. 2 üstü 3'ün üstü 3 vurulsun 2 üstü 1. Bu nə deməkdir? 2 keçir qabağa. 3 dənə 0. Üstəgəl 62-ni də 8-ə keçirsəm 8 deyə. 7 dəfə 56. Bu da 6. 7, 6. 7, 6. Deməli 6, 7, 0, 2, 0, 1. Deməli doğru cavabım olacaq 10, 20, 76 A variantı. 40-cı sualda A variantı olmuş olacaq. 39'da da bayaq B variantı. Daha sonra 1025 onluq ədədin 16-lıq say sistemində ifadə edin. 1025'i belə yaza bilərikmi? 1024 üstəgəl 1'in kvadratı kimi. Düzdürmü? 1024 nədir? 210. Vurub atsaq birincinin kvadratı, yəni 2 üstü 20 üstəgəl. Birinci ilə ikincinin hansını ikimizdə? 2 üstü 10, o da 1, 2 üstü 11. Üstəgəl 1, bərabərdir. Biz bunu 16'lıq say sisteminə çevirsək, bu nə olur? 2 üstü 4 üstü 5. Yəni bir yanında 5 dənə 0. Üstəgələ 2 üstü 11'i çevirsək necə olar? 2 üstü 4 kimi parçalayaq 11'i. 2 üstü 2'yi 8 edir. 2 üstü 3. Deməli 8 yanında 2 dənə 0. 2 dənə 0. Daha sonra bizim nə rəqəmimiz var? Bir də birimiz var burada. Yəni bu cəmi hesablasaq 1, 0, 8, 2 dənə 0, bir dənə 1. 100, 801. 100, 801. 41-ci sualımız da olacaq. 41-də B variantı. Bu da belə. Artıq bunlardan çox işləmişik. Məncə bunların üzərində xırda izahlara ehtiyac yoxdur. Yenə də nə aydın olmazsa şərhlər bölməsinə mütləq qeyd edin. Yenə çalışaram o hissələri bir videoya sığışdıracaq qədər çəkib paylaşım.
Biz harda qaldıq? 28-i səhvləmirəmsə yazdıq, 41-i yazdıq. 29, 42. Aha. 29, 42 aralığına baxın. Deyir ki, 29-da nədir? 32 üstü 3 ədədini 8-lik say sistemində ifadə edin. 32 üstü 3 nədir? 2 üstü 5 üstü 3 deməkdir. Bu verir 2 üstü 15. 2 üstü 15'i 2 üstü 3 üstü 5 yazsam nə olur? Bir yanda 5 dənə 0, 2, 4, 5. Bir yanda 5 dənə 0. Bu da doğru variantım elə A variantı 29'da A variantı olmuş olacaq. 29, 30 onluq say sistemində verilmiş 8 üstü 9 ədədinin 16'lıqda. Bu nə deməkdir? 2 üstü 3 üstü 9. Bu da bərabərdir 2 üstü 27'yə. İndi mən 2 üstü 27'ni 2 üstü 4 kimi necə parçalaya bilərəm? 27'ni 7 6 dəfə 24 vurulsun 2 üstü 3 kimi. 8 yanında 6 dənə 0. 8 ilə başlamalıdır, yanında 6 deyə 0. 30'da da olacaq A variantı. 31 onluq say sistemində verilmiş 4 üstü 7. Bu nə deməkdir? 2 üstü 2'nin üstü 7. Bu da verir 2 üstü 14. 2 üstü 14'ü 4 kimi parçalaya bilərəm. 2 üstü 2. 4 yanında 3 dənə 0. Bu da olur C variantı. Daha sonra 16 üstü 5 ədədini dördlük say sistemində ifadə edin. Baxaq. 16 nədir? 16 nədir? 2 üstü 4 üstü 5. Bu nə verir mənə? 2 üstü 20. Mən 2 üstü 20'ni 2'nin üstü kimi necə yaza bilərəm? 10. Deməli, olacaq 1 yanında 10 dənə 0. 32'də də bir yanında 10 dənə 0 B variantı. 42-ci sual 62 ədədini onluq say sistemində verilib 16'lıq say sisteminə keçirin. Yenə də 62 deyirəm, 66. Bunu necə yaza bilərəm? 64 plus 2 kimi kvadratı. Bunu vurub atsam, belə yazaq da 2 üstü 6 üstə gəl 2 üstü 1'in kvadratı. Sadələşdirək. 2 üstü 12 üstə gəl 2 üstü 6, 2 üstü 7, 2 misli 2 üstü 8. 2 üstü 8 üstə gələk 2 üstü 1'in kvadratı 2 üstü 2. İndi bunu deyir 16'lıq say sisteminə çevir. 2 üstü 4'ə. Bu olur 3. Yəni 1 yanında 3 dənə 0. 2 üstü 8'i 4. 2 üstü 2. 1 yanında 2 dənə 0. 2 üstü 2'dəki 4'dür. 4, 0, 1, 1. Doğru cevabım olacaq. 1, 1, 0, 4. C variantı. 42-ci sualımızda doğru cevabımız olacaq C variantı. 43-cü tənliyi həll edin. 16'lıq say sistemində həll edin və 16'lıq say sistemində ifadə edin. Aldığınız cavabdan gedir söhbət. Həll edək də bunu. 0, 1. Nə olacaq? 3, 8'im 24, 26. Üstə gəl x bərabərdir. 5'in kvadratı 25, 50. Bunu yaza bilərik. 50, üstə gəl 5, üstə gəl 4. 59. 59. X da bərabərdir. 59'dan 26 çıxanda 3, 33. Düzdür? 33. Bizə deyir ki, 33 ədədi 16'lıqla ifadə elə. 16'lıq 2 dəfə 32, 1. 2, 1. Doğru cevabımız D variantı olmuş olacaq. 43-cü sual nümunəmizdə D variantı. 44'də deyir ki, cüt ədədləri müəyyən edin. Biz bununla bağlı sizlə danışmışıq. Biz deyirik ki, burada 2 məsələyə baxırıq. Cüt əsasa, tək əsasa. Cüt əsaslıdırsa son rəqəmi. Son rəqəmi təkdirsə təkdir. Bu təkdir. Cüt əsaslı bu cütdür. 5 cütdür. Təkdir. Niyə? 3 təkdir. Burada da bu cütdür. Bunlar cütdür. Sonra tək əsaslıda cəmləyirik, cəm cütdürsə cütdür. 2 cütdür. Deməli bu cütdür. Cəmləyirik 2 cütdür, bu da cütdür. Deməli 1, 2, 3, 5. 1, 2, 3, 5 doğru cavab 44'də olacaq. 44'də olacaq Y variantı. Yəni bu haqda da danışmışıq. Onluq say sistemində verilmiş rəqəmləri fərqli olan ən böyük rəqəmli ədədlə onluqda rəqəmləri fərqli olan ən böyük rəqəmli ədəd. Rəqəmləri fərqli. Ən böyük rəqəmli ədədim 98'dir. Düzdürmü? Ən kiçik rəqəmli ədədin fərqi. Rəqəmləri fərqli olan ən kiçik rəqəmli ədədim. Alınacaq 8, 88. Burada 45'də təbii ki
C variantı olmuş olacaq. Hə, elə bilin başqa say sistemində zalımız istəyir. Ona görə bunu bizdən istəmirsə, buna da davam edək. Bunlar rahat nümunələrdir. Daha doğrusu 32, 33 ilə 33, 46 aralığı. 33-46 aralığında müəyyən edək bu hissələri də. 33-də onluq say sistemində verilmiş n-in kvadratı 7-nin yox, n-in kvadratı, yəni n üstü 2, 7-nin vurulsun n, birinci saniyə, plus 9, n plus 1-likdə deyir, onluq say sistemində. Onluqdadırsa bu nə olur onda? 10-un kvadratı 100, baxın, 10-un kvadratı üstə gəl, 7 vurulsun 10, üstə gəl 9. Bu mənə verir 179 və mən 179-u n plus 1-də, yəni 11-liyə keçirdirəm. 11-lik say sisteminə. Bu da mənə verəcək bir dəfə 11, 60, 5 dəfə 55, 5. 11 olanda bir dəfə 11, 4. 1, 4, 5. Bircə saniyə. 179. Bir saniyə. Aldığım rəqəm nə oldu? 179-u 11-lik say sisteminə çevirəndə, 179-u 11-lik say sisteminə çevirəndə bir dəfə 11, 69, 69 ilə üzr istəyirəm. 6 dəfə 66, 3, 16-ın içində 11, bir dəfə 11, 5. 1, 5, 3. C variantı olmuş olacaq. Bircə saniyə video ola bilər dayanar. İzaretka bitir. Ona görə burada bir saniyə gözləyin.